Bura Sülh Meydanı'nda Şarm El Şeyx'in Sülh Meydanı'nın mərkəzindəki fontanın tikilməyi üçün bura milyon dedi, milyon yarım dedi xərc çəkilib. Səbəbi də odur ki, Şarm aeroportdan gələn yolun üstündə yerləşir. Buradan da müxtəlif rayonlara yol gedir. Ətrafındakı bütün birləşmələri, qovşaqları falanı hamısını bu meydanla bir yerdə inşa ediblər. Deməli, lotos çiçəyidir fontanın içində. Lotos çiçəyi qədim Misir ilahilərinin gözəllik simvoludur. Onun üstündə Allah Ra'nın 8 istiqaməti göstərən qanatlarıdır. Onun üstündə yer kürəsidir. Yer kürəsinin üstündəki quşlar da dünyanın hər yerindən bura uçub gələn quşların simvoludur. Buradan dağlar, ətraf çox gözəl görünür. Girişdə çəkdiyim kimi bədəvi uşaqları burada valideynlərinin düzəltdikləri əl işlərini satmağa gəlirlər.